Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz ləmiyyəni davam edirik. Bugün 5-ci beyti götürəcəyik inşallah. Müəllif rahmanullah, kimdir müəllif rahmanullah? İbn-i Teymiyyə rahmanullah'dan. Deyir ki, və əqulu fil Qur'ani mə cəət bihi əyətuhu fəhvəl qadimul munzalu. Quranda nə gəlibsə də mən onu deyirəm. Başqa bir nüsxədə çapda belə deyir ki, uqirru bih bil Quran. Yəni, Quranda gələn şeyləri iqrar edirəm. Burada deyirəm, orada iqrar edirəm. Əyətuhu fəhvəl qadimul munzalu. Yəni, onun ayələri nazil olunan qədimdir. Başqa nüsxədə gəlib ki, kərimdir, nazil olunan kərimdir. Başqa nüsxədə isə azimdir. Müəllif rahmanullah bu üçüncü məsələdir ki, toxunub birinci məsələ öz əqidəsini, məzhəbini bildirdi, sonra sahabələr sevgisindən danışdı, Əhl-i-Beyt sevgisindən danışdı. Bu üçüncü məsələdir ki, bu nizamda Əhl-i-Sünnə və Cəmaatın Quran-ı Kərimdə olan mənhəcini bəyan edir. Ki, o Quran-ı Kərim Allahın kəlamıdır, nazil olubdur, məxluq deyil. Baxmayaraq ki, kim Quranı ən birinci məxluq demişdi, bilirsiniz də, Cad ibn Dirham. Cad ibn Dirham Quranı ən birinci məxluq deyən kəslərdən olmuşdu. Yaxşı. Bu beytdə Əhl-i-Sünnə və Cəmaatın Quran-ı Kərimdə olan etiqadının bəyanı vardı ki, hansı ki, İbn-i Teymiyyə rahmanullah da mənzumanın sahibi özü üçün, öz nəfsi üçün razı olmuşdu bu etiqadı, bu mənhəci. Çünki şeirin əvvəlində nə deyir? Ey mənim məzhəbim, əqidəm, məzhəbimi soruşan. Yəni, bax, budur mənim etiqadım, əqidəm. Yəni, o iman gətirir ki, Quran-ı Kərim Allahın kəlamıdır, nazil olubdur, məxluq deyil. Allahdan gəlibdir, Allaha da qayıdacaq. Çünki qiyamətə yaxın Quran-ı Kərim qaldırılacaqdır. Səhifələrdən və sinələrdən olmayacaq. Açacaq kitabları içində olmayacaqdır. Bombalanmış olacaqdır. Ona görə neçə ki qaldırılmayıbdır, o fürsətlərdən istifadə edir. Ona vaxt olacaq, biz onu bilmirik. Allah bilir o vaxtını. Allah subhanahu ta'ala həqiqətən doğruluqla danışıbdır Qurandan, yəni Quranı danışıbdır. Cibril aleyhisselam haqqı ilə eşidibdir Allah Taala'dan və onu Muhammed sallallahu aleyhi ve sellemə vəhy ilə çatdırıbdır. Onun hərfləri də, Quran-ı Kərimin hərfləri də, kəlmələri də, ayələri də, surələri də hamısı Allahın kəlamıdır təbarək və teala'nın. Orada bəşər kələmindən bir dənə şey yoxdur. Hamısı Allahın kəlamıdır. Bəşər kəlamı yoxdur orada. Allah azze və cəllə huvel mutekellimu bihi həqiqətən. O Quranla həqiqi olaraq danışıbdır. Yəni o Quranı Allah subhanahu kəlamıdır, onu danışıbdır. Cibril aleyhisselam onu Cibril aleyhisselama eşittiribdir. Cibril aleyhisselam da Muhammed sallallahu aleyhi ve selleme onu çatdırıbdır. Muhammed sallallahu aleyhi ve sellem de Cibril aleyhisselamdan vəhy vasitəsilə götürübdür onu. Və insanlara müjdə verərək, qorxudaraq təbliğ eləmişdir. Cibril də, Muhammed də aleyhimussalatu vesselam, bu ikisi də öz Rəblərindən təbliğ edirlər, çatdırırlar. İnsanlar da bu Quranı oxuyurlar, hansı ki Allahın kəlamıdır. Nəylə oxuyurlar insanlar? Öz səslərindən oxuyurlar. Onu öz qələmlərindən yazırlar. Və zəlikə la yuxricuhu an kavnihi kəlamullah təbarək təala. Yəni öz səslərindən oxusalar da, öz qələmlərindən yazsalar da belə Allahın kəlamından Allahın kəlamı olmasından kənara nə deyir? Çıxmır. Bu Əhl-i-Sünnə və Cəmaatın etiqadıdır ki, hansı ki İbn-i Teymiyyə rahmanullah da bunun üzərində nə deyir? Getmişdir. Və qarrarahu fi qasidatihi hadihi, bu qəsidəsində onu iqrar eləmişdi. Və kədəlikə huvə mu'taqidu kulli sahibi sünnəti minəs-sabiqinə və lahiqinə ilə yevmiddin. Qiyamət gününə kimi keçmiş və gələcək bütün əhl-i sünnə sahibinin hər birinin etiqadıdır bu. Quran Allahın kəlamıdır və ondan nazil olubdur və məxluq deyil. Bu sözə dəlil, yəni Quran-ı Kərimdən bəzi dəlillər
Şeyx Zeyd Rahmanullah şərh edir də, bilirsiniz. Şeyx Zeyd Mədxəli Rahmanullah. Quran-ı Kərimdən buna bəzi dəlillər Quran Allahın kəlamı olmasına gətirir. O nazil olubdur, məxluq deyil, çoxdur deyir. Onlardan bəzisi, necə ki Tövbə surəsi 6-cı ayədə Allah Teala deyir ki, müşriklərdən biri səndən möhlət istəsə ki, Allahın kəlamını eşitsin, ona möhlət ver. Yəni bırax getsin, Allahın kəlamını eşitsin, araşdırsın, yəni baxsın. Yemək Allahın kəlamı. Mesela Allah Teala Tövbə surəsi 6-cı ayədə deyir. Yusuf surəsi 2-ci ayədə Allah Teala deyir ki, biz onu ərəb dilində Quranı ərəbcə nazil elədik, bəlkə siz onu əql edəsiniz. Demək nazil olubdur Quran. Əd-Duxan surəsi 3-cü ayədə Allah Teala deyir ki, biz onu mübarək gecədə nazil elədik. Quran nazil olubdur. İnnə kunnə munzirin. Biz qorxudan. Başqa ayədə Allah Teala deyir ki, Qul nəzzələhu ruhul qudusi min rabbikə bil haqq. Yusəbbitəl-ləzine əmənu və hudən və buşra lil-muslimin. Deyir ki, Ruhul Qudus, yəni Cibril aleyhissalam sənin Rəbbindən haqq ilə onu nazil edibdir. Quranı. İman gətirənlərə sabitlik olsun deyə Yusəbbitəl-ləzine əmənu. İman gətirənlərə sabit eləsin. İman gətirib, düz yolda olan və müsəlmanlar üçünsə nədir? Müjdədir bu. Demək, nazil olubdur. Həmçinin başqa ayədə Allah deyir ki, Əfəğayrəllahi əbtəği həkəmən və huvəl-ləzi ənzələ eləykumul kitəbə müfəssələ. Yəni, Allahdan başqasını mı, Allahın hökmündən başqa bir hökmü hakim olaraq götürün? Hansı ki, o sizə kitab açıq, aydın, təfsilat verən sizə kitab nazil edibdir. Hər şeyi açıqlayan. وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِنْ رَبِّكَ بِالْحَقِّ. Kitab verilmiş şəxslər, yəni Xristiyan və Yahudilər, onlar bilirlər ki, sənin Rəbbindən haqq olaraq nazil olmuşdur. Yəni, Quranın ayələri ki, bunlar. Yəni, Quran nazil olubdur. Yəni. فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ. Şəkk edənlərdən olma gələn. Əl-Ən'am surəsi 114-cü ayə. Başqa ayədə Allah Teala deyir ki, Tənzilul kitabi minəllahil azizil hakim. Əl-Əhqaf surəsində deyir ki, Allah Teala ki, 2-ci ayədə Əl-Əziz, Əl-Həkim olan Allahdan nazil olmuşdur bu kitab. Demək, Quran nazil olubdur. Nazil yuxarıdadır, yuxarıdan nazil olubdur. Və Quranda dəlillər çoxdur, açıq, aydın ki, Quran Allahın kəlamıdır, Allah Teala tərəfindən nazil olubdur. Məxluq deyil, bu çoxdur bu barədə, yəni ayələr. Pak sünnədən olan dəlillərdə, varid olan dəlillər də çoxdur bu barədə. Quran-ı Kərim Allahın kəlamıdır. Onlardan bəzisi, necə ki, Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, İdə qadallahu əmran fis-səməi. Allah Teala göydə bir hökm verərsə, bir işin hökmünü verərsə. Darabətil mələikətü əcnihətəhə xada'anən li qavlihi. Yəni, mələklər qənətlərini aşağı salıb özlərindən gedərlər. Allahın kəlamını eşidəndə. Allah Teala bir işin hökmünü verir. Sanki, yəni həmin o səs silsilət əl-Safvan. Silsilət əl-Safvan, yəni sən dəmirə qızıl-qızıla vurursan, o eləncə bir səs gəlir. Sanki bu eləncə bir şeydir, səsdir. Mələklər fəidə fuzzi'an qulubihim qalu. Onların qəlblərindən o qorxu getdikdə özlərindən gediblər də. Özlərinə gəlirlər, deyirlər ki, mədə qalə rabbukum, sizin Rəbbiniz nə dedi? Onlar deyirlər ki, qalu əl-haqq. Haqq dedi, o əl-alidi, əl-kəbirdir. Deyir ki, fəyəsmə'uhə, Peyğəmbər sallallahu deyir ki, onu deyir, göydə olan, o göyə bir-birinin üzərinə çıxan mustariqu. Şeytanlar onu eşidirlər, bir-birinin üzərinə çıxıb onu eşidirlər. O kəlməni eşidirlər. O nə kəlmədirsə, Allah Teala hansı kəlməni deyirsə, onu eşidirlər. Və onu özlərindən aşağıda olanı ötürürlər. Ola bilsin ki, şihəb ulduzdan ayrılan bir parçadır, belə vurur. Görürsən, deyirsən ki, ulduz düşdü, kimisə ulduzu düşdü. Bizdə belə bir söz deyirlər ona. Əslində, o şeytanlara vurulur. O şihəb ulduzdan ayrılmış bir parçadır. Yəni, şeytanlar bir-birinin üstünə çıxır, oradan söz oğurluyurlar, kimsə qədəri paylaşılır da, onu ötürürlər aşağıdakı kahinlərə, seyirbazlara, üstünə də 100 dənə yalan deyirlər. Necə ki, hədisdə gəlir. Deyir ki, bir-birini özündən aşağı onlarla ötürürlər, ola bilsin ki, şihəb onlara çatır, onlar onu aşağı ötürməmişdən öncə.
Ötürə bilmirlər aşağı. Kahinlərin dilindən və yaxud da sehirbazların dilinə onu nə edir? Atırlar. Ola bilsin ki, çata bilmir, onu ata bilmirlər və yalan deyir, üstünə də 100 dənə yalan qoyur. Bu kəlməni də فَتُصَدَّقُ تِلْكَ الْكَلِمَةُ الَّتِي سُمِعَتْ مِنَ السَّمَاءِ Göydən eşidilən sözlə, bir dənə sözdə eşidilib, onunla bu şeylər təsdiqlənir. Yəni sən o qədər ki paylaşılır, bir insanın değişik qədəri paylaşılır. Cinlər bir-birinin üstünə çıxır və orada sözü oğurlayırlar, ötürürlər sehirbazlara, kahinlərə ötürürlər. Bir dənə söz doğrudur, üstünə 100 dənə yalan qoyurlar. Bir dənə sözə görə isə doğru olduğu üçün, o bizim o bəzi cahil insanlarda belə şeylər var. Gedirlər, görürsən deyir ki, düz dedi. O düz dedi sözünü götürürlər, ondan sonra nəyə yalan desələr belə hamısına inanırlar. Demək bu nədir? Sünnədə olan dəlil odur ki, yəni Allah Subhanahu taala bir əmr verdikdə, bir hökm verdikdə bu göydə olur. Yəni bu şey göydə olur. Həmçinin sünnədən olan dəlillərdən "Mə minkum min əhədin illə seyukellimuhu rabbuhu leysə beynəhu və beynəhu tərcüman." Sizdən hər birinizlə, hər biri ilə, sizlərin hər biri ilə Rəbbi onunla Rəbb arasında heç bir tərcüman olmadan danışacaqdır. Demək sünnədən olan dəlil nədir ki, Allahın kəlamı. Allahın nədir? Kəlamıdır. Və həmçinin başqa hədisdə gəlmişdi ki, Əbu Hüreyrə radiyallahu anhudan ki, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, "Qalallahu Teala." Allah Teala deyir, Quds hədisdir. Hədisdə ki, Muhammed sallallahu əleyhi və səlləm deyəndə ki, Allah Teala deyir, demək Quds hədisdir. Adəm oğlu mənə əziyyət verir, zamanı söyür, mən zamanam, iş mənim əlimdədir, gecəni gündüzü istədiyim kimi çevirirəm. Yəni bu hədis öz-özünə təvil verir, mən təvil verir, yəni açıqlama verir. Mən zamanam, yəni zamanı gecə gündüz idarə edən mənəm, yəni. Bəzi insanlar zamanə pis gətirib, zamanə belə olub, buna oxşar sözlər işlədib, söylürlər. Əslində o zamanı idarə edən kimdir? Allah Təaladır. Olmaz insan belə şeylər deməsin. Bundan başqa olan Quranda, sünnədə dəlillər çoxdur ki, Quran, əzəmətli Quran Allahın kəlamıdır, Allah Teala tərəfindən nazil olubdur, Allah Teala onu səslə danışıbdır, onu vəhiy edibdir, Cibril əleyhissalam Muhammed sallallahu əleyhi və səlləm onu çatdırıbdır, Muhammed sallallahu əleyhi və səlləm onu sahabələrinə nə artırmadan, nə azaltmadan olduğu kimi çatdırıbdır. Quran insanların da, dinlərin də aləmində nədir? Qorulmuş, saxlanmış olaraq qalacaqdır. Yəni. Amma Cibrilə və Muhammed sallallahu əleyhi və səlləmə nisbət olunması isə Quranın aleyhimussalam, yəni burada təbliğ kimi, əgər Quran nisbət olunduqda Cibril əleyhissalam və Muhammed sallallahu əleyhi və səlləmə burada təbliğatdan söhbət gedir. Amma Allah Subhanahu taalaya nisbət olunduqda isə fe'l baxımından. İz huve kelamuhu ve kavluhu hakikaten Allah'ın kelamıdır, sözüdür, hakiki olarak. Kur'an-ı Kerim Allah'ın kelamıdır, lefsi olarak ve mana olarak. Ve ennel kelame sıfatun min sıfatillah. Kelam Allah Teala'nın sıfatlerinden bir sıfattır Tebarek ve Teala'nın. Sıfatun zatiyetun kaimetun bizatillahi Teala bi'atibarın nev. Nev'i olarak nerede açıklamasını vereceğiz inşallah. Demek zatı sıfatdır ki Allah Subhanahu taala, yəni Allah Subhanahu taala'nın zatı sifətlərindəndir. Kəlam necə zatı sifətlərindən? Yəni Allah Subhanahu taala danışmamışdan öncə də danışma sifəti var idi Allah Taala'nın. Əsl olaraq. Vəsf olunur Allah Taala onunla əzəli və əbədi olaraq. Danışma sifəti əzəli və əbədi olaraqdır. Amma feili sifətə gəldikdə isə, feili sifət tərəfdən gəldikdə isə tənəzzülü bi məşiyyətillahi və ixtiyarihi. Allah Taala'nın istəyinlə, məşiyyəsinlə nazil olubdur. Yəni Allah Subhanahu taala istəyib danışıbdır. Yəni kəlam, Allah Taala'nın kəlam sifəti, zatı və zatı sifət, Allah Taala'nın sifətində danışan sifəti olubdur nəv'i olaraq. Əzəli və əbədi olaraq vəsf olunubdur bununla. Danışmamışdan öncə də Allah Taala danışırdı. Amma danışdıqdan sonra isə bu Allahın istəyi altındadır, feili sifət olur. Əsli olubdur, baş verməsi isə nədir? Sifatun fi'liyyətun bi'tibari tənəzzülihi bi məşiyyətillah. Allahın istəyi ilə nazil olubdur, yəni ixtiyarı ilə. Bu səhih əqidə El-Firqatun Nəciyənin əqidəsidir ki,
həqiqətən bu Quran, hansı ki biz onu oxuyuruq, biz onu yazırıq, biz onu əzbərləyirik, Allahın həqiqi ləfsi və mənalı olan kəlamıdır. Bidun suali an keyfiyyətilləti təkəlləməllahu bihə. Yəni burada Allah Teala necə danışıbdır bu sualı vermədən. Bu Əhl-i-Sünnə və Cəmaatın əqidəsidir. Sən soruşmamalısan necə danışıb? Keyfiyyətinə varmırıq. Yəni bu barədə sual vermək də bidətdir yəni ولا يقال فيه كما قال أهل التشبيه وأهل التعطيل وأهل التأويل المذموم. Biz deyilmir, burada deyilmir ki, necə ki təşbih əhli, oxşadanlar və yaxud da inkar edənlər dedikləri kimi deyilməməlidir. Və yaxud da ki, pislənilən təvil əhli kimi. Yəni onların bu batil yolunla, zəif yolunla gedən kəslər. Necə ki onlar deyirlər, yəni belə deyilməməlidir. Onlar nə deyirlər? Məsəl üçün Mu'tazilələr, İ'tizal əhli, onlar deyirlər ki, İnnehu lafzu dunəl məna. Ləfs amma mənası yoxdur. Yəni ləfsidir Allahdan da amma mənası yoxdur. Və ləl məna dunəl lafz. Və yaxud da ki, məna var, ləfs yoxdur. Necə ki, kulləbiyyələr deyirlər. Və əvvəlu mə əhdəsəl qavlə bi ennəl Qur'anə məxluqun fil İslam huvəl-Ca'd ibn Dirham. Ən birinci İslamda Qur'ana məxluq deyən kəs Ca'd ibn Dirham olubdur. Xalid ibn Abdullah Əl-Qasri vasitə deyilən yerdə qurban günü onu kəsir. Ca'd ibn Dirhamı kəsir. Deyir ki, ey insanlar, qurbanlarınızı kəsin, Allah sizin qurbanlarınızı qəbul eləsin. Mən Ca'd ibn Dirhamı kəsirəm. O iddia edibdir ki, Allah Teala İbrahim özünə dost götürməyibdir. Və iddia edibdir ki, Allah Teala Musa Aleyhisselam'dan danışmayıbdır. Allah Teala bu Ca'd ibn Dirhamın dediyindən uca və böyükdür. Sonra düşür yuxarıdan və onu kəsir. Edam edir də yəni. Ca'd ibn Dirham kafir oldu, bəli. İbn Teymiyyə Rahimehullah 12-ci cild 119-cu səhifədə bu barədə yəni danışır. O firqələr ki, hansılar ki, Əhl-i-Sünnə və Cəmaata müxalif olublar, bu əzəmətli əsildə olduqca çoxdur. Yəni bu Quran məsələsində Əhl-i-Sünnə və Cəmaata müxalif olan firqələr olduqca çoxdur. Yəni onların müxalif etiqadları ki, lakin onların ən məşhurları bu gələnlərdir. Birinci Cəhmiyyələrdir. Cəhmiyyələr Cəhm ibn Safvanın tabi olanlardır ona. Hansılar ki, onlar deyirlər ki, Quran məxluqdur. Allah Subhanahu taala Allah Taala'nın bütün adlarını və sifətlərini inkar edirlər. Cəhmiyyələr, əuzubillah. Onun da içində nədir? Allahın kəlamını danışmaq sifətini inkar edirlər. Və deyirlər ki, Allah Taala danışmayıbdır. Və yaxud da deyirlər ki, danışmaq məcaz yolunda mənasındadır. Nəsə yazırlar. Yəni estağfurullah, yəni Allah Subhanahu Taala'nın deyir, eşidir eşitməməklə, görür görməməklə, danışır danışmamaqla. Yəni onlara deyir, nə göydədir, nə yerdədir, nə sağdadır, nə soldadır deyirsən, olmayan bir şey mənə vəsf edə görüm. İnkar edirlər də, prost başqa yolla yəni. Əuzubillah. Və ikinci firqə Mu'tazilələrdir ki, yəni bu məşhur olanlardan söhbət gedir. Hansılar ki, Allah Subhanahu Taala'nın sifətlərini inkar edirlər. Deyirlər ki, Qurani-Kərim məxluqdur. Allah Taala'nın adlarını isbat edirlər, amma mənasından çıxardırlar. Necə mənasından çıxardırlar? Deyirlər, ad var, amma heç bir mənası yoxdur. Məsələn, Əs-Səmi eşidəndir, Əl-Alim biləndir, düzdürmü? Əs-Səmi, Əl-Basir, məsələn, Əl-Razzaq, bunların heç birinin fərqi yoxdur, heç birinin mənası yoxdur. Heç biri birindən nə qabaqdır, nə sonra sadəcə hərf yazılışı var. Beləncə deyirlər, əuzubillah. Sonra üçüncü firqə Əl-Əşairə. Əşairilər ki, və Kulləbiyyədirlər ki, təbii ki, Əşairilər Əbul-Hasan Ali ibn İsmail Əşari Rahiməhullah özlərini nisbət edirlər. O da Hicrətin 260-cı ildə dünyaya gəlibdir, 323-cü ildə dünyasını dəyişibdir. Yəni bunların əqidəsində Allah Teala gözəl adlarını isbat edirlər. Amma sifətləri isə onlar 7 sifəti təkcə isbat edirlər. O da əqillərinə uyğun gəldiyi üçün isbat edirlər ona. Və deyirlər ki, iman təsdiqdir. Qədərdə Cəbriyaların məzhəbinə meyl edirlər. Əl-Minəl və Nihəl kitabında baxa biləsən Şəhristana. Yaxşı.
Sonra Kullabiyələr də, onlar da Abdullah bin Said ibni Kulləb Basri'nin və Kilab Basri'nin nə idi? Tabiçiləridir. Onlar adları və sifətləri isbat edirdilər. Lakin bəzi feili sifətləri inkar edirdilər. O feili sifətləri deyirlər ki, zatı sifətdir. Məsəl üçün, kəlam sifəti, razılıq sifəti, qəzəb sifəti, buna oxşar sifətlər, feili sifətlərdir də bunlar. Onlar deyirlər ki, bu nədir? Yox, bu zatı sifətdir. Və deyirlər, və onların sözü var ki, iman Allahı iqrar eləməkdir. Kitablarını iqrar eləmək, peyğəmbərlərini iqrar eləməkdir. Bu qəlblə bilinsə, qəlbdə təsdiqlənsə də bəs, yəni dilində deməsən. Yəni o deməkdir ki, şeytan müsəlman idi, mömin idi. Yəni qəlbində tanıdın Allahı, Firon da tanıyırdı da qəlbində. Onun sözünə görə Firon da müsəlmandır. Təsdiqləyirsən qəlbində, düzdürmü? Hə, yəni euzubillah. Burada Əşarilərin Məqalət-ül İslamiyyə kitabına baxa bilərsiniz. Şimdi burada səhifələri zadlar da yazılıbdır. Yaxşı. Əllətinə yəqulunə innəl Qur'anə, hansı ki bunlar, bu Əşarilər və Kullabiyələr, o deyirlər ki, Qur'an, o ərəb dilində olan Qur'an Allahın kəlamı deyil. Və innəmə kələmuhul ma'nəl qaimi bizətihi. Bu sözü özləri də başa düşmürlər. Bu söz ki var. Deyir ki, bu kəlam öz zatında duran, mənə ilə duran bir sözdür, kəlamdır. Soruşsan özləri də deyə bilmir. Yəni ki, sanki bir Allah Teala onu danışmayıbdır, onu yaradıbdır, məsəl üçün. Yaradıbdır, demirlər də yaradıbdır da, prosto. Prosto yəni sözlərindən çox açıqlama vermir. Yəni söz öz-özündə durur. Cibril Aleyhisselam da gəlir, onu başa düşür, görəndə başa düşür və onu Muhammed Sallallahu çatdırır. Belə deyirlər. Bu deyir Quran, ərəb dilində olan Quran, bu ərəb Quran. O deyir xuliqa liyudillə alə zəlikəl məna. Bu məniyə dəlalət eləmək üçün yaradılıbdır. Ki, nə deyirlər? Euzubillah. İbn Teymiyyə rahimehullah Əşərilər rədd verən bu mövzuda fətavasında yəni danışır onların sözü geniş olaraq. 12-ci cild 119-da, 120-də danışır barədə. Və kədəlikə yəqulun, həmçinin onlar deyirlər ki, o deyir Allahın kəlamından olan bir ibarətdir. Yəni ki, Allah Teala bunu danışmayıbdır. Yəni Əşərilər deyirlər bunu. Estağfurullah, sanki estağfurullah, belə başa düşülür ki, işarə ilə Cibril Aleyhisselama bildirdi, Cibril Aleyhisselam onu danışıbdır. Rəbbindən hekayə edibdir bunu. Necə Kullabiyələr deyirlər. Haythu yelzemu an hadal qawl anna ar-rasul sallallahu əleyhi və səlləm lem yuballigh kelam Allah. Yəni sözlərindən həmçinin elə çıxır ki, elə lazım olur ki, Allahın kəlamını Muhammed sallallahu əleyhi və səlləm təbliğ eləməyibdir. Necə ki, Kullabiyələr deyirlər. Və innəmə bəllğə mə yedul alayhi. Yəni onun nə dəlalət edir, onu çatdırıbdır, Allahın kəlamını yox. Belə deyirlər. Allahdan olan bir hekayədir, onu danışıbdır. Estağfurullah. Və bundan başqa olan batil onların məqalələri vardı ki, kəqavlu ba'dihim, bəziləri deyirlər ki, bi ennəllaha xalaqahu fi şey. Fəxadahu Cibril. Allah Teala onu bir şeydə yaradıbdır, o kəlamı. Cibril Aleyhisselam da o şeyi götürübdür. Və yaxud da Cibril Aleyhisselam lövh-i məhfuzdan onu götürübdür. Yaradıb qoyubdur, oradan götürübdür belə. Həmçinin onların sözlərindən bi ennəhu min kələmi Cibril. Həmçinin bunların sözlərindən deyirlər ki, o Cibrilin və yaxud da ki, Muhammed sallallahu əleyhi və səlləm kəlamıdır. Belə deyirlər. Həmçinin onların kəlamlar sözlərindən yine Kur'an Allah'ın innel Kur'ane kelamullahi illa harfe ve la savta ve la nahve zalik. Allah'ın kelamıdır ama ne harfi, ne sesi, ne buna oxşar şey bunsuz. Yani Allah'ın kelamı, yani Allah'ın evi, Allah'ın dəvəsi bu mənada da belə başlayır. Bu kelamın hamısı batil olan bir şeydir. Əhl-i-Sünnə və Cemaatın mənhəcinə, əqidəsinə müxalif olan bir şeydir. Allah'ın kelamı zatı sifətidir. Allah o əbəd əzəli olaraq vəsf olunaraq bu cəhətdən zatıdır. Feili sifəti isə o istəyibdir, o nazil olubdur. Allahın istəyi danışıbdır. Allah Teala o kəlamı istəyib danışıbdır. Yəni zatı sifət dedikdə, yəni ki, danışmamışdan öncə o sifət onda olubdur. Feili sifət o cəhətdən dedi ki, istəyibdir, danışıbdır. Danışdıq istədikdən sonra da baş verdiyi üçün o danışır, onu nə deyirlər? Deyirlər ki, Allah feili sifəti. Allah Subhanahu Taala istədiyi vaxtda necə istəyir, danışır, kiminlə istəyir, danışır, nə istəyir, danışır. Və min zəlikə təkəllumuhu bil kutubul munazzalati fi awqatin mutabayyinə alə rusulihil kiram. Yəni Kərim rəsullarıyla başqa vaxtlarda nazil olmuş kitablarla danışıbdır. Yəni buna səhih çoxlu dəlillər varid olubdur. Necə ki, qabaqda necə ki, təfsilatla qabaqda keçmişdir. Və Quran-ı Kərim
min cümleti kelamihi hakikaten Allah Teala'nın kelamlarının cümlesinden hakiki olarak Allah'ın kelamlarındandır. Nazil olmuştu, məxluq değil. Bu Kur'an'dan, sünneden, açıq aydın dəlillərinlə qabaqda bu zikr olundu. Və bi dəlili mə cəə fi sahih, sahih Müslimdə gələn hədis buna dəlalət edir, dəlil olaraq. Xavlətə binti Hakim radiyallahu anhə gələn hədisdə ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem qal. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, mən nəzələ mənzilən, kim bir yerə düşərsə də, mənzilə, hara geçsən get, işə get, mislə get, evə get, fərqlə, bir mənzilə gələrsə də. Və desə, Əuzu bi kəlimatillahi təmmati min şərri mə xalaq, ləm yedurrahu şeyun hatta yerhala min mənzilihi dəlik. Desə ki, Allah'ın yarattıklarının şərindən Allah'ın tam kəlmələrinə sığınıram. Bu sözü 3 dəfə desən, həmin yeri deyir, tərk edib gedənə kimi ona heç bir zərər toxunmaz. Zərər toxunmaz. Ona görə bu hədisə əməl edin. Hara gedirsiniz, hara düşdünüz, 3 dəfə bu sözü deyin. Bax, burada dəlil var. Elm əhli, salaf salihdən olan elm əhli dəlil gətiriblər ki, Allah'ın kəlamı məxluq deyil. Çünki məxluqa sığınmaq şirkdir. Bu şeylərdə, yəni məxluqa sığınmaq şirkdir. Və fi hədəl hədisi sahih, bu səhih hədisdə əmr olunmuşdur ki, Allah'ın yarattıklarının şərindən Allah'ın tam kəlmələrinə sığınmaq əmri vardır. Bu halda nə olur? Bu Allah'ın kəlamı olur və məxluq deyil. Düzdürmü? Və mimmə yədullu eydan alə ennəl Qur'anə münezzəlun qeyru məxluqin qavlullahi teala. Həmçinin buna dəlalət edən şey vardı ki, Kur'an nazil olufdur, məxluq deyil, Allah'ın kəlamıdır. وَلَوْ أَنَّمَ فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ. Yer üzündə olan bütün ağaclar qələm olsa, gətirilib qələm olsa və dənizlər tirned olsa, yəni dəniz və 7 dəniz. Səbə burada sahib belə şeydir. Sizsə hamısı olsun, 7 olmasa hamısı olsun. Hə. Yəni ondan sonrası bütün dənizlər, 7 dəniz çinlər olsa, Allah'ın kəlamı qurtarmaz. Yəni ki, bu qələmlər yazar və çinlilər o qələmlər ona batırırlar, yazar. Bunlar qurtarar, amma Allah'ın kəlamı qurtarmaz. Allah Teala azizdir, həkimdir. Bu Kərim ayədə gələn dəlil vardı ki, Allah'ın kəlamı həqiqətən məxluq deyil. Çünki deyir, hər bir məxluq qurtarır. Sonra çatır. Həlak olur. Amma Allah'ın kəlamı isə nə deyir? Qurtarmır və həlak olmur. Bu vəsf, həlak olan vəsf, həlak olmayan vəsf lə yəkunu lil məxluq. Məxluq üçün mümkün deyil sən bunu deyəsən. Məxluq sonra çatır, həlak olur, düzdürmü? Sonra şeirdə nə demişdi? Demişdi ki, beytdə fəhuvəl qadimul munzəl. Burada qədim nazil olandır, kərimdir, nazil olandır. Başqa nüsxədə azim. Vəl muradu bihi ənəhu sifətun lillah. Yəni buradakı qəsd bu Allah'ın nədir? Sifətidir. Nəv'i olaraq qədimdir. Nə deməkdir nəv'i olaraq qədimdir? Yəni bu sifət Allah Subhanahu taala'da olubdur. Hadisul əhəd. Hadisul əhəd isə sifət olubdur, sonra Allah Teala istəyibdir, o baş veribdir. Yəni Quran necə nazil olubdur? Yavaş-yavaş nazil olubdur Quran. 23 ilə nazil olubdur. Nəzələ şeyən ba'də şey. Və hədə mə yu'abbiru bihi kəthirun minəs-sələfi fil Quran. Yəni İbn Teymiyyə və başqaları da sələfdən bunu Quran barəsində deyirlər həmişə. Deyirlər qadimun nəv' hadisul əhəd. Növü qədimdir, əhəd isə nədir? Hədisdir. Hədis yəni sonradan baş verənə deyirlər, düzdürmü? Xəbər bölümündən bunu deyirlər. Bu xəbər bölümündəndir. Yəni ki, xəbər verirlər ki, bu Allah Subhanahu taalanın bu sifətləri olubdur. Yəni zatı, feili, sifətlər olubdur, düzdürmü? Yəni Allah Subhanahu taala baxmayaraq ki, feili sifətlər əbədi əzəli olaraq Allah Subhanahu taalada vəsf bölümündən deyirsən zatıdır. Amma o istəyib danışdıqdan sonra deyirsən ki, o feili sifəti çünki istəyinə bağlıdır. O baş verir. Ona deyirlər ki, hadisul əhəd. Yəni xəbər bölümündən bu bilinir.
Yəni xəbər bölümü təbii ki, sifət bölümündən nədir? Daha genişdir. Fəyekunul muradu min hədəl mə'na, bu mənadadır ki, hansı ki, o sifət Allahın sifətlərindən bir sifətdir Quran. Və hadisul əhad ey ən-nuzul, yəni nazil olmuşdur Allahın istəyi ilə. Fəinnəllah təbarək və teala onu 23 ilə nazilləmişdir. Bu cümhur elm əhlinin sözüdür ki, bir sure nazil olmuştu, ayələr nazil olmuştu, sonra bir ayə nazil olmuştu. Bu formada Quran nazil olmuştu. Hətta hatta iktemele nuzulul Kur'an ve sünnetul mutahharati fi 23 sene. Yani bu Kur'an ve pak bu sünne 23 ile nedir? Nazil olmuştur. Bu iki vehide Kerim olan Muhammed sallallahu aleyhi ve selleme tam olarak nazil olduktan sonra Muhammed sallallahu aleyhi ve sellem neylemişti? Rafiqül A'la, en uca dostun yanına kösmüştür. Allah subhanahu teala onu öz yanına aparmıştı. Yani dünyasını değişmişti sallallahu aleyhi ve sellem. Necə ki, başka Resullar da belənçiydi, Peygamberler de belənçiydi. Necə ki, Allah Teala Tebarek ve Teala deyir ki, وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدِ Senden önce de hiçbir beşere ebediyet vermedik. Sen öleceksen onlar ebedi mi kalacaklar? Yani bu El-Enbiya suresi 34. ayet delildir ki Muhammed sallallahu aleyhi ve sellem ölübdür. Çünkü bazı sufiler ve başkaları etikad edirlər ki o nədir? Ölmüştür. Artık Allah Tebarek ve Teala haber vermişti ki Muhammed sallallahu aleyhi ve sellem Resuldur. Ondan önce de Resullar olmuştur. O ölecektir veyahut da gətirin olacaktır. فَاِنْ مَاتَ اَوْ قُتِلَ اِنْقَلَبْتُمْ عَلَى اَقَابِكُمْ Yani siz o ölecek ve gətirin olacak. Siz arkanızı mı çevireceksiniz? Yani dindən çıxacaksınız mı? Kim öz aklı beyinə çevirilərsə, dindən yana çıxarsa, Allah'a bir şeye zarar verebilmez. Allah Teala şükür edenlerin mükafatını verecektir. Gələn səfər 6. beyti götürərik. Allah Teala ki bizlərə faydalardan olsun.